Salam, hər vaxtınız xeyir olsun dəyərli YouTube izləyicilərimiz. Maçdağa Çiləgəri qəsəbəsində marşrut yoluna yaxın, hər bir tərəfi yaşayış olan yerdə 3 sotun içində şəxsi tikili yaşayışlı 3 otaqlı həyət evimiz satışa çıxıb. Zəhmət olmasa videomuzu sona qədər izləyin. Məlumatların hər biri videonun daxilində qeyd olunur. 3 sotun içində 3 otaqdır. Yerdən 5-6 daş kürsüdə tikilib. Həyətimizin yarı hissəsi tamit daşlarla döşənilib və əlavə boş torpaq sahəsində saxlanılıb. Qaz və suyu işığı daimi fasiləsizdir. Sayğaçlarının da hər biri var. İndi isə keçək evin daxilinə. Evin heç bir zabura bitişiyi yoxdur. Hər bir tərəfindən zaborundan məsafəsi saxlanılaraq tikilib. Bura evimizin dəhliz hissəsidir. Hamam və sanitar qovşağı ayrı-ayrılıqda yerləşir. Bura hamam otağı, bura sanitar qovşaq. Sənədi bələdiyyə sənədidir. Qiyməti isə 62.000 manat deyilir. İnşallah ki, real alıcılar olsa qiymətdə də indirim olacaq. Ev sahibi tərəfindən. Burada geniş bir qonaq otağımızdır. Digər tərəfindən də sizə göstərim. Bura evimizin mətbəx hissəsidir. Mətbəx mebelinə qədər də hamısı var. Burada da yerləşir növbəti bir yataq otağı. Və bu da ən sonuncu yataq otağı. Qiymət 62.000 manat. Evin sənədi, bələdiyyə sənədi. İzlədiyiniz üçün təşəkkür edirəm.